Deməli, belə bir ifadə verib, gəlin onun qiymətini hesablayaq. Əgər surətə diqqətlə baxsaq, görərək ki, surət kosinus alfa minus betanın açılışıdır. Kosinus alfa minus beta. Gəlin bu düstura baxaq birinci. Kosinus alfa minus beta bərabərdir. Kosinus alfa vurulsun kosinus beta. Üzərinə gəlirik. Sinüs alfa vurulsun sinüs beta. İndi surətə biz baxsaq görək ki, alfanın yerində 73, betanın yerində 38 var. Yəni kosinus 73, kosinus 38 üstə gəl sinus 73, sinus 38-in əvəzinə biz yaza bilərik. Bu qeyd etdiyimiz düstura əsasən yaza bilərik ki, kosinus alfa minus beta. Yəni alfanın yerində 73, betanın yerində 38 yazsaq olacaq 73 çıxılsın 38. Məxrəc də olduğu kimi qalacaq. 2 sinus 55. Aydındır ki, surət 73-dən 38 çıxanda eləyəcək 35. Deməli, surətdə olacaq kosinus 35. Məxrəcdə isə 2 sinus 55. Və biz kosinus 35-in yerinə kosinus 35-in yerinə 90 çıxılsın 55 yaza bilərik. Çünki 90-dan 55 çıxanda yenə 35 eləyir və heç nə dəyişmir. Məxrəci də olduğu kimi 2 sinus 55. Deməli, kosinus 90 dərəcə pi bölünsün 2-dir. Biz də demişdik ki, pi bölünsün 2 və onun tək misillərində e, funksiyanın adı dəyişir. Yəni, burada kosinus dəyişilib olacaq sinus. Amma işarəsi dəyişməyəcək, çünki 90-dan 55 çıxanda qalır 35 və bu da birinci rübün bucağıdır. Kosinusda bilirik ki, birinci və dördüncü rübdə müsbətdir. Ona görə işarəsi dəyişməyəcək. Sadəcə adı dəyişəcək. Sinus 55 olacaq. Bölünsün 2 sinus 55. Buradan da sinus 55'ler ixtisar gedəcək. Sadəcə qalacaq 2-də 1. Yəni 0,5.